سلام، من میرمیلاد مهدیزادیم. بر atölye نوشتن خوش gəlmisiniz. Atölye نوشتن ya öz dilimizdə yazmaq atölyəsinin türkü bəxşinə. Çox sağ olun, var olun ki, bizimlə yol birsiz və yoldaşsınız və sizin baxışlarınız bizə dayaqdır ki, biz bu yolu ki başlamışıq. Atölye Neveştənin türkü bəxşi mənzurumdur. Buna idamə verək və dayanaq ki, Təbrizimizin mövridində bir sərə ölçülər, bir sərə yazılar yazaq və sizə təqdim eləyək. Bu video Murteza Vəlizadə Təbrizdə keçən bir ölçü yazıbdır. Ölçüsünün adı Təbrizdə olmadı, xəyallarımda yaşatdım səni. Gedək. Bu öykünün başlanğıcı bir uzun yolun ortasında qalıb. Sonu Təbrizdə qutulur. Soyuq bıçaqların itildib, bütün Təbrizi kəsirdi. Rəhman Siqnalın arvadı 6 qış qabaq Allahın rəhmətinə getmişdi. Soyuq Rəhmanın üzündə hüzünü elə dondarmışdı, Rəhmanın gülüşləri də hüzünlü olmuşdu. Bu qış fərqli bir qış kimi girdi Təbrizə. Hava alaca qaranlıq idi. Buludlar yarım canlı günəşi utmaq üçün bütün zorlarını vurmuşdular. Günəşin qızıl qanı bağmeşənin dağlarını boyamış, pəncərələrdən içəriyə axırdı. Rəhman Siqnalın səsi bütün bağmeşədə səslənirdi. Gəl apar bayram portağal qalmasın. Bu cür deyəndə babamın sözü yadıma düşərdi. Qalmasa nə mənə satacaqsan yazıq. Hamı deyərdi Rəhman ittilaatda olar, amma mən heç vaxt inanmadım. Hamı ona Rəhman Siqnal deyərdi, amma mən Rəhman. Bəlkə də ona görə demişdi axşamlar gəl çaylaşaq. Xidmət potunlarımı girdim, qapıdan addımımı atanda telefonum zəh çaldı. Rəhman idi. Qalın səsi ilə dedi, "Doğazal çayız var, gətir." Telefonu gətirlədim. Bilirdim yoxdur, amma dedim nə biləcək Əhməd deyə Doğazal. Bir avuc Əhməd çayı götürüb evdən çıxdım. Rəhman 17 putluğun içində elə gözəl ot yandırardı. Çayın dadından doymaq olmazdı. Evin istisi hələ də canımda qalmışdı. Soyuğu elə bətər bilmirdim. Fəqət biləklərim biraz sızıldırdı. Bilmirəm niyə, fikrim biraz dağanaq kimin idi. Göyün rəngi güvənsizlik daşırdı. Bu iki canlı göy hər an bir xətər doğa bilərdi. Bu fikirlərlə Rəhmanın vanetinə çatdım. Salam Rəhman. Müştərisi var idi. Başı ilə salam verdi. Saldam alsın gəlirəm. Rəhmanın səsini eşidən deyərdi bəlkə şaqqavatlı bir adamdı. Amma çox olsaydı 1.70 boylarında külə bir kişi idi. Başının ortası tökülmüşdü. Göygöz, keçəl, dolu bir kişi idi. Sol əlinin baş barmağı vanetin qapısında əzilmişdi. Ona görə hər kim Rəhmanı əvvəl görəndə gözü taxılardı onun sol əlinə. Amma çoxlu elə baxardılar ki, Rəhman dönüb bu sözü deyərdi. Sildirəcəm, 6 il qabaq döydürmüşəm, rəngi dağılıb. Arvadı öləndə sol əlinin üzündə bir dövmə yazdırmışdı. Təbrizdə olmadı, xəyallarımda yaşatdım səni. Hamı soruşardı, Rəhman bu kimin sözüdür? Deyərdi Lələşivin. Rəhim Nəcati deyərdi Rəhman. Deyərdi bəla Rəhim. Deyərdi yalan demə. Siqnaldan şey pursası çıxmaz. Hamı Rəhmanı ələ salardı. Onun üçün də mən çox sual soruşmazdım. Qorxardım mənə də güvəni pozulsun. Hər vaxt oturanda deyərdi mən bilirəm bunlar məni məsxər edir. Amma ötürmüşəm Allaha. Bir seri neçə dənə kefli motorçu Rəhmanı döydülər. Oturub uşaq kimi ağladı. Dedim niyə ağlırsan Rəhman? Deyirsən şikayət eləyək. Dedi özüm ağlamıram. Onların yazıq dedənin nəsinə ağlıram. Ondan bu tərəfə mən Rəhmanı dərin bir adam tanıdım. Hər nə? Çaydanın ağzını açıb biləklərimi onun buxarına tutdum. Sonra çayı saldım içinə. Bu vəsətdə bir gözüm Rəhmanda qalmışdı ki, sol qolum müştəridən gizlədirdi. Biraz gözlədim. Rəhman müştərisini yola saldı. Xanım, xun olmasa mənimdir bu. Sonra bir bıçaqla portağal götürüb mənim yanıma gəldi. Hər vaxt suratına baxanda elə bil təzə ağlamışdı. Dedim, Rəhman, yorulmayasan. Cavab vermədi. Bıçağın batırdı portağala, baş barmağı ilə portağalı elə məharətli bıçağın boğazında fırlatdı ki, mən ki portağal soymərəm ağzım sulandı.
Bir tərəfini tutdu mənə tərəf. Bildim ki, içinin qırmızılığını görsədir. Dedi, cəmaət deyir, bəlkə amma özlərini ötür yalansıdır. Biraz gülümsüləndim. Rəhmanın səmimiyyəti bütün Təbrizi qızışdırırdı. Portağalı tamsına ağzında şappıldadırdı. Birdən ağzını şappıldatdı, çayı görsətdi. Əlimi atdım çaya, çaydanın qurpu o soyuqda Rəhmanın qanından da isti idi. Üzdən getmədim, çayı boşaltdım. Amma yandığım suratımdan bəlli idi. Rəhman suratıma baxdı. Dəsmal var bu oğul, dedim istəməz. Bu gün kədərli idim. Ürəyimdə dərd kölgələnmişdi. Rəhmanla danışmağa gəlmişdim, amma Rəhmanın dodaqları bıçaqla da açılmayacaq kimi dururdu bu gün. İskanı qoydum Rəhmanın qabağına. Rəhmanın suratına baxdım. Sualım var idi Rəhmandan. Mən Rəhmandan nə soruşa bilərdim ki? Bilmirəm. Amma Rəhman bu gün mənim hər sualıma cavab verə biləcək kimi baxırdı mənə. Ağzımı açdım, kəlmələr ağırlaşmışdı. Boğazıma elə ləngər salmışdılar ki, Təbrizin qaranlıq gecələrində itməkdən qorxurdular. Bütün gücümü verdim. Nə xəbər? Sağlıq oğul. Yenə zaman dayandı. Soyuq bir səssizlik oturdu içimdə. Çayla özümü qızdırmaq istədim. Ağzım kəlmələrlə dolmuşdu, çaya yer qalmadı. Dayana bilmədim. Qəzəblə ağzıma gələn kəlməni eşiyə tüpürdüm. Dağ bir top kimi ağzımı yandırırdı. Sənə niyə deyirlər Rəhman siqnal? Dodaqlarım büzdü. Gözləri dolumsulandı. Sağ əlin çəkdi alnına. Dərindən bir yerdən, elə bil ki, neçə il qabaqdan bir nəfəs borcu alıb, dərin bir nəfəs çəkdi. Tanımasaydım, deyərdim bəlkə hislənib, amma yox, iskanı ağzına tərəf apardı. Bir nəfəsdə isti çay başına çəkdi. İçində yanan bir yeri söndürmək istirdi elə bil. Birdən kədərləndi və bütün gücü ilə dodaqlarım bir-birinə sıxdı. Sanki bütün içimdəki kədərləri çaydandan iskana boşaltmışdım. Başın aşağı saldı. Birdən-birə yavaşdan dedi. Doğazal deyildi. Təəccüblə baxdım. Aram dedim. Demisən? Nə dərdi və deyəcək? Dedim, bilmirəm. Doğrudan bilmirdim. Amma içimdən bir səs neçə vaxt idi məni bunu soruşmağa qıdıqlırdı. Biraz səssizlik düşdü. Rəhman əlindəki dövməyə baxırdı. Mən Rəhmana, bizdən sonra bir ayrı adam olsaydı, o da Rəhmana baxardı. Dövməyə baxa-baxa ağzını açdı. Torbam olsaydı ağzından çıxan kəlmələri bir-bir tutardım. Başladı danışmağa. 58 bir peykanım var idi. Göy rəngində, bala çıraq. Gəlin kimi bəzəmişdim. Müstəşar qəhvəsinin qabağında saxladım. Rəhim Nəcati oturmuşdu içəridə. Girdim içəriyə, dedim, Rəhim. Hə, Rəhman. Gedirəm sana az istəyəm. Dedi Rəhman, ot yerində. Dedim, Rəhim, gedək istəyək. Dedi Rəhman, ot yerində. Qışqırdım, Rəhim, gedirəm istəyim. Rəhim Nəcati deyər, müstəşar qəhvəsinin divarlarında hələ də səsin yankılanır Rəhman. Rəhim Nəcati məni çəkdi yanına. Yavaşdan qulağıma dedi, Rəhman, nə mənə ilə istəyəcəksən? Pulum var, pələm var, işim var. 58 peykanında qız istərlər. Dedim, Rəhim, söyürəm ba. Eləyə bilmirəm. Gündə 10 saat maaşını saxlayıram küçələrinin ağzında. Həftədə çox şansım olanda 2 ser qapılarından çıxanda görürəm biləsin. Siqnalımın səsini labaz atmışam ki, çalanda qorxmasın. Hər seri ehtiyatla aram çalıram. Dönür səsə tərəf. Əvvəldə qorxurdu, indi bilir mənəm. Bir gülümsülənir, sonra rədd olur. Rəhim, gülüşlərində yaz günəşi doğulub delə bil. Qışın tüfətfində də adamı qızdırır. O gülməyəndə mən üşüyürəm. Rəhim Nəcati biraz baxdı mənə dedi, Rəhman, sən o qızla eləyə bilməsən. Ot yerində, hamısı bekarlıqdandır. Dedim, Rəhim, bekarlıqdan deyə hər nədəndir. Mən söyürəm. Mən bekaram ki, gündə 10 saat orada dayana bilim. Əliyin əsası olaram, gözləri olaram. O məni siqnalımdan tanır, Rəhim.
Sən bil Allah gedək istəyək. Dedi, hardan biləcək haman adamsan? Dedim, mən bilirəm. Sən fəqət gəl gedək. Dedi, danışaram dədəsi ilə axşam olsa gedərik. Bunu eşitmədim. Sürdüm Mənsur simkeşin dükanına. Dedim, Mənsur, bu siqnalı görürsən, bunu çıxaldacaqsan, bir iş görəcəksən ki, əlimdə çalım. Dedi, Rəhman, sən də get dəli olursan. Dedim, çoxdandır. Eləyə biləsən. Dedi, sabah gəl apar. Sabah? Yox, Mənsur, sən Allah büyün ver. Yazığam mən. Dedi, nə pox dəbərdisən? Dedim, ver da, işin olmasın. Böyük qardaşlıq elə. Dedi, yaxçı, 2 saata gəl apar. Qaçdım evə, paltarlarımı dəyişib, rəhmətlik dədəmin Məkkədən gətirən otkulonu boşaltdım üstümə. Hər nəyi ki, səs və iyisi gələrdi üstümdə işlətdim. Gün elə uzanmışdı, ayaqları sabahdan çıxmışdı eşiyə. Günün ipini tutub, axşamı yaxına çəkmək istirdim. Başmaqları girib qaçdım Rəhim Nəcatin yanına. Rəhman, nə xəbər? Danışdım Rəhman. Axşam dedim, bir xeyir işə gəlirik. Dedim, o vaxt gedək. Dedi, tələsmələ, qoy bir gün süddən ayrılsın. Amma mən tələsirdim. Qaçıb Mənsurdan maaşı ilə siqnalı götdüm. Bir bak benzin vurdum. Təbrizi azından 10 seri dolandım. Günəşi boğmaq istirdim. Göydən elə bir muşata baxırdı mənə. İşi də yox idi. Fəqət dayanmışdı. Nə hava soyuq idi, nə yerdə qar qalmışdı. İşivi görübsən, çıx get da. Sonra özü bildi. Utandığından pul kimin qızardı. Mən günəşin utancını görəcək aman, qaçdım Rəhim Nəcatin dalısıca. Ay Rəhim, da sən Allah tez ol gedək. Rəhim rəngi kot şalvarın girmişdi. Elə bir boyaqxanada boyamışdılar Rəhimi. Rəhim deyər, mən inanmazdım 58 peykan o cür gedə bilsin. Amma gedərdi. Yetişdik Mustafa Rəncbərgilin qapılarına. Maaşını saxladım. Siqnalı qoydum kotumun cibinə. Elə tələsirdim, eş görmədim Rəhim qabaqçıdan gül alıb. Gülü verdi qoltuğuma, qapını çaldı. Mustafa Rəncbər qapını açdı. Buyurun içəriyə. Girdik evə. Bir evin həyəti nə qədər uzun ola bilər? 10 metr nə qədər gərək uzansın ki, olsun 100 metr. Evin içinə girdik. Sanaz oturmuşdum obunun üstündə. Gülü verdim Məş Mustafaya. Girdim sanazın qabağında otdum. Rəhim mənim stresimi görüb, yubatmadan girdi söhbətə. Mustafa, Rəhman bizim xırda qardaşımızdır. Sizin qızı görüb, bəyənib. Biz də özümüzə vəzifə gördük. Buradan o tərəfəsini eşitmədim. Çarqatın altından eşiyə çıxan bir çəhləri səbrimi kəsirdi. Əlim siqnaldaydı. Bunu eşitdim ki, Məş Mustafa dedi, deyirsiniz bir-birlərin bəyəniblər, imkanı yoxdur ki. Siz bilirsiniz ki, bizim qızımız. Atıldım sözünə. Mustafa, icazə versən görsədim. Bəyənməyə təkcə görmək niyaz deyil. Mustafa dedi, necə yanı? Əlimi atdım siqnala, kotun içində səsləndirdim. Sanaz döndü səsə tərəf. Həmişəki kimin isti bir gülümsəmə. Təbrizin bütün gələcək və geçmiş qarları içimdə əridi. Biraz gülümsəmədən sonra dedi, siz. Mustafa gördü ki, tanır biləmi. Əvvəldə bir suratın yığdı. İstirdi qoysun qulağımın dibindən. Amma Sanazın səsi ilə birdən yumuşandı. Rəhim Nəcati deyər, bu gədə bir dənə siqnalından gül kimin qızı aldı. Elə o zamandan da dedim, elə siz də məni siqnalından tanıdınız. Adım da qaldı Rəhman Siqnal. Rəhman bunları təriflədikcə bilmirdim. Gülüm ya bu adamın alnının yazısını ağlayım. Amma özü o qədər kədərlənmişdi ki, durdu yerində. Portağalın yarısı qucağından yerə düşdü. Biraz məndə dərinləşdi. Dedi, Allah bərəkət versin. Büyünün ruzusunda tapdıq. Gedək. Tanımasaydım, deyərdim bəlkə düz deyir. Amma mən bilirdim ki, gedir ağlasın. Vanetin qapısını bağladı. Putduğu təpi ilə vurdu, aşırdı qənova. Sonra pozğun mindi vanetə. İnanmazdım ki, bir kəlmə bir adamın içində nə qədər dərinlərə cuma bilər. Siqnal Rəhmanın ən dərin yerində batmışdı. Mən də Rəhmandan sonra yola qoyuldum.
Yavaş-yavaş evə tərəf gedəndə düz o yerdə ki, Rəhmanın arvadı maşın vurmuşdu, dayandım. Mən dayandım, zaman dayandı. Arvadların qışqırıltısı qulağıma gəlirdi. Camaat gəlin, ay camaat, kör sanaz maşın vurdu. Babam deyərdi, vallah o maşın kör sanazdan çox Rəhmana vurdu. Və düz deyərdi.